Əziz qonaqlar, mehriban dostlar, qohumlar və tanışlar. Mən məclisin tamadası kimi, özünüz yaxşı bilirsiniz ki, tamada bizim sözdür, yəni yeməklərin naçəlniki deməkdir. Bir tamada kimi xahiş edirəm ki, qədəhlərinizi və badələrinizi doldurasınız, xahiş edirəm sizdən. Hazırdır, hazırdır. Buyurun. Əziz qohumlar, mehriban dostlar, bugün bizim şadlığa gələn qonaqlar. Bugün xüsusi bir axşamdır. Bugün iki sevən gəncin şadlıq günü. İki sevən gəncin hicran saatlarının qovuşma dəqiqələri. Yeni Sovyet ailəsinin təməli qoyulan bir axşamdır. Sağ ol. Əla. Müdriş babalarımız çok güzel deyiblər. Hər gül məhzı bir bülbülündür. Əgər bizim bəyimiz təsli baharda şaqraq kimi ötən bir bülbüldürsə, gəlinimiz qönçə misallı, hələ açılmamış təzə bir qönçə, nazənin, ismətli həyalı bir gəlindir. Xahiş edirəm bəylə gəlinin sağlığına bir toş. Xahiş edirəm, ilk qədəhlərimizi içək. Bizim əziz, bizim gözəl göyçək, ismətli, həyalı adları nədir? Ne deyir? Adı. Neyin adı? Deyiləm. Adı? Hə. Rasim Hə. ve Rəfiqə. Hə. Hə. Bəli. Əziz qonaqlar, buyuruz. Hoş gəlmişsiniz Şəki Şəkərin. Əşərin yoldaşlar, əziz qonağımız. Hayraşın, mehriban qonaqlar, əziz qohumlar. Mən deyərdim ki, qədəhlərimizi, badələrimizi qaldırdıq. Rasimlə Rasimənin sağlığına. Ada. Sonra değil. Amma bir məsələ də var ki, mehriban dostlar. Bir ayağa qalxın, xahiş edirəm. El çalar, yoldaşlar, el çalar. Görürsünüz ki, necə qəşəng, necə gözəl, necə mehriban, necə xoşbəxt cavanlardır. Bir tuş əyləşin.